Qızlar, qulaq asın. Bizim əsas tort üzərində işləyən, mastika xəmirlərimizin üzərində işləyən əsas rənglərin uyğun gəlməsi, istəyən rənglərin tapılmayan rənglərdir. Tapılan rənglər nədir? Ağdır, qırmızıdır, olan normal rənglərdir. Qəribə rənglərdir alınması üçün sizdə kremlənmi, mastika xəmirlərimizin birləşməsindən işləyən rənglərin bir-birinə uyğun gəlməsidir. Məsələn, siz fikirləşərsiniz ki, bu qırmızı ilə sarı rəng hansı rəng alına bilər? Məsələn, nə rəng özünüzə təsvir edirsiniz ki, qırmızı, sarı rəng? Yox, bizim alındığımız rəng, inanasınız ki, bax bu rəngimiz alınır. Qatanda siz hər bir kremdən bir damla, düzdür, orada elə bir kremlərin qatışımı var ki, məsələn, 20% bu kremdən qırmızı rəng qatılır, 10% sarı qatılanda bu rəngimiz alınır. Amma belə özümüzə biz təsvir edə bilməliyik ki, qırmızı ilə sarının biri qatanda bu rəng alınırmı? Alınmaz, amma əslində bu rəng alınır. Və keçdik yaşılla, yaşıl rənglə, üstündə qırmızı rəng. Siz hansı rəngi deyərdiniz ki, alınır? Mən eşəyim. Alındığımız rəngi açıq qəşəng rəngindədir. Qırmızı, yaşılla qırmızını qatanda bir-birinə alındığımız rəng budur. Bizdə bir də görürsünüz, tortlarda sifarişlərdə verirlər rənglərin tutulmayı. Amma biz onu, satışını biz onu tapa bilmirik, satışda olan rənglərimizi. Amma sizin əsas bu rənglərdən alındığımız, məsələn, evdə qırmızı var, sarı var, heç yoxdur. Rənglərdən vacib deyil ki, mastika xəmirlərimizin qatışığında, kremlərin qatışında istədiyimiz rəngin hansı rəngdə, satışda olmayan rənglərin alınmasıdır. Və pəmpə rəngi ilə göy rəngi. Sizdə hansı rəng alına bilər? Kim deyə bilər? Bu rəng şeyin təkişməli. Bəli, alındığımız rəng, görürsünüz hansı kontrastlı rənglərdir. Amma biz bunu heç özümüzə təsvir edə bilməzdik ki, düzdür? Baxın, bu Marienovun pəmpə rəngdən tünd göy rəngində alındığımız rəng bənövşəyi rəngidir. Bax, bu bənövşəyi rəngi bir də görürsünüz mastikalarda satışda olmur, kraskalarda olmur və tutaq ki, sizdə var o, satışda var onun. Siz ondan nə qədər qatılsınızsa kremə, o həminki rəngin açığı alınır, istədiyiniz rəngi alınır. Amma biz bundan rəngdən, göy rəngdən, pəmpə rəngi qatanda istədiyimiz bax bu cür bənövşəyi rəngi alınır. Keçdik göylə sarıya. Bu hansı rəngi deyərdiniz alınır? Siz inanırsınız ki, göylə sarıdan qırmızı alınır. İnanmıyorum ki. Bax, inanırsınız ki, göylə sarını qatanda tamam, heç onu təsəvvür edə bilməzdik ki, bizim istədiyimiz bu rənglər alınır. Və orada çox rənglərimiz var, rənglər var və davamlı sizə deyə bilərəm və sizə həmin özünüzün səhifəmizə, qrupamıza atacağım rənglərin qatışımını, onu yaddaşda saxlayırsınız. Sabahları tort əlimizdə, işimizdə, mastikanın qatışında, kremin qatışında bərtər qalmırsınız ki, biz hansı rənglərdən istifadə edə bilərik? O rəngləri evdə qırmızı, yaşıl, ağ, sarımız olsa, o rənglərdən siz 7-8 cür rənglər ala bilərsiniz. Və sizə qatışığında necə deyəcəm? Məsələn, bundan 30 qatışılır, 30 qram qatışılır, məsələn, sarıdan 10 qatanda bunu bu rəng alına bilir. Amma ola bilər ki, 30 bundan qatsız, 30 bundan qatsız, burada daha bir başqa rəng alına bilər. Məsələn, deyəcəksiniz ki, müəllimə bizə deyir, bizim bu istədiyimiz rəng alınmayıb ki, onda sizin o qramaj söhbəti var ki, siz bu qramajda səhv eləyə bilərsiniz. Bax, əsas olardır. Və eyni zamanda bu qramajda, bunlar normal qramajlardır. Məsələn, 10 qram bundandır, 10 qram bundan alınan rəngimiz budur. Amma sizə o biri rənglərdə qramajları deyəcəm ki, 90 var orada, 90%, məsələn, qırmızını qatılıb, 10% yaşılı qatanda, orada daha da başqa bizə lazım olan rənglər alınır. Aydın oldu sizə? Belə.